Hər vaxtınız xeyirli olsun. Yeni Bakıda 3 sotda belə bir möhtəşəm 4 otaqlı ev çəkib təqdim edirəm. 14 daş kürsü üzərində inşa olunub dəyərli dostlar. Torpaq sahəsi 3 sotdur. Evin öz sahəsi isə 130 kvadrat metrdir. Əla qiymətlə təklif olunur. Təqdimat sonuna qədər izləyin. Bütün məlumatları nəzərinizə çatdıracağım. Belə bir geniş həyətyanı sahə var. Qazın suyun işığın fasiləsi olduğu mərkəz kanalizasiya fəaliyyət göstərdiyi əla bir ərazidə evin 50 metrliyinə marşrut keçir Yeni Bakı yaşayış kompleksinə. Yaxın bir məsafədə yerləşir. Bütün növ ictimai yaşayış obyektləri piyada məsafədədir. Evin çöl görünüşü bu qaydadadır. Görürsünüz, bütün tikinti keyfiyyətlərinə riayət olunaraq inşa olunmuş bir evdir. Bu hissələrdə yaşıllıq sünyələri nəzərdə tutulub. Həyətyanı sahədə sanuzel, sanitar qovşaq düzəldilib. Sadəcə aksesuar təchizatına ehtiyac var. Daxildə də var təbii ki. Deməli, dəyərli dostlar, Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksi Masazırın ən elit yaşayış kompleksidir. Kompleks daxilində bütün növ ictimai yaşayış obyektləri yerləşməkdədir. Rus bölməli, Azərbaycan bölməli məktəblər bir neçə məktəb evin piyada məsafəsindədir və qeyd etdiyim kimi evin 50 metrliyindən marşrut hərəkət etməkdədir. Çöl görünüşü bu qaydadadır. Tikintisi barədə mən sizin deməli diqqətinizə çatdıracağım bütün məlumatları. Podval hissəsini göstərəcəm, zirzəm hissəsini. Həyətyanı sahəni görürsünüz, bir daha bu hissədən baxaq. Belə bir həyətyanı sahə var. Torpağın ölçüsü 10-30-adır. Evin ölçüsü də 12.50-nin daha doğrusu 13.50-nin 9.50-dir dəyərli dostlar. 130 kvadrat metrlik bir sahəsi mövcuddur. Bu tərəfini və arxa tərəfini keçid etmək mümkündür. 80 sm-lik məsafə saxlanılıb. Qaz su işıq fasiləsizdir. Mərkəz kanalizasiya var. Evin podval hissəsini sizlərə göstərim. Həyətyanı sahəyə yön verilib. Darvazanın ön hissəsinə trap döşənilib. Yağışlar o hissəyə axır. Podval hissəyə heç bir aidiyyəti yoxdur həmin suların. Belə bir podval hissə mövcuddur dəyərli dostlar. Görürsünüz, deməli rahatlıqla hardasa bir 2.20-2.30 var. Atmalar bir daşdan bir atılıb 60-ın 60-a karkaz beton fundament üzərində inşa olunub. Bütün tikintilin çəkilişləri mövcuddur. Və cüt kubiklə ümumi mərtəbənin yekununda isə ara divarlar daxil olmaqla beton kəmər atılıb. Evin böyük hissəsi, bu hissələr, qapadılmış hissələr monolit betondur, cümlədən bu hissə monolit betondur. Görürsünüz, deməli, podval hissə də betonlanıb, kombi aparatının yeri burada nəzərdə tutulub. Rütubətdən kənar nəmişlikdən uzaq əla bir ərazidir. Tam yaşayışlı, yüksək kontingentinə sahib əla bir ərazidir dəyərli dostlar. İndi evin təmiri ilə sizlərə tanış edeyim. Çox əla təmir olunmuş bir evdir həqiqətən də. Gəlin öz gözlərinizlə təmirlə tanış olaq. Bütün materialların keyfiyyətlisinə üstünlük verilib təmir zamanı dəyərli dostlar. 2 metrlik foy hissə mövcuddur. Bu hissədə belə bir ayna yığılıb, kollektor sistemi baxın burada yığılıb. Qranit gördüyünüz yerlərin hər biri istip oldu. Dəhliz, sanuzel və sağ qapı, mətbəx istip oldu. Burada elektrik ayrıcısına baxaq. Solda yerləşir evin qonaq otağı. Belə bir qonaq otağı var, çox səliqəli formada təmir olunub. Burada televiziya üçün belə bir stend yığılıb. Baxın dəyərli dostlar, hazır köçəşi evdə sadəcə bəzi aksesuar və avadanlıqlara ehtiyac var. Baxın, belə bir zal hissə mövcuddur. Çox maraqlı bir evdir. Evin sahəsi 130 kvadrat metrdir. Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksinin arxa hissəsi. Buradan qeyd edeyim ki, Bakı-Sumqayıt yoluna da 1 dəqiqəlik maşınla məsafədir. Bura evin mətbəx sahəsi. Bayaq qeyd etdiyim kimi bütün qranit gördüyünüz yerlərin hər biri istip oldu. Daha sonra davam edək. Burada belə bir yataq otağı. Baxın, maraqlı işıqlardan da istifadə olunub. Evin arxa pəncərələri evin öz həyətyanı sahəsinə baxırıq. Bayaq qeyd etdiyim kimi arxa hissəsinə də keçid qoyulub. Bura sanuzel duş kabin üçün də yer ayrılıb dəyərli dostlar. Qoşa kubiklə inşa olunub. Tavan hissəsi izolyasiya olunub. İstiyə və soyuğa qarşı izolyasiya olunub. Bura növbəti yataq otağı. Bura isə ümumilikdə 4-cü otaq. Qiymət 149.000 manatda paket Kuçal Dövlət İpotekasına yararlı evdir. Alıcılarla qiymətdə razılaşma mümkündür. Əlaqə saxlamağı unutmayın. Əlaqə nömrə 077 744 36 33. Sağ olun, hələlik.